buyurun. dayan. İspanya'da konkurs dayan. Konkursun katibinin konkursa heç bir aidiyyatı yok idi. Heç bir aidiyyatı yoktu da sadece koydular. Telefona cevap verir, suallara ve e-mailler yazır. Adam dünyada mövcud olan 420 tane operanın hansı rolda personajın adı nədir? İkinci ariyası, birinci ariyası nədir? Cəmaata orada deyir, bala düz oxumursanız. Mən şokda idim. Bizdə konservatoriya müəllimi bilmir ona kişi. Başa düşürsən nə dedi dərd? Adımı çatmayacağım, ən böyük tenorlarımızdan biri məndən yaşda bir 7-8 yaş məndən də böyükdür. Adını çəkməyəcəm. Bir dəfə İtalyadan bir maestro gəlmişdi. Burada hamımız yığışıb qulaq asırdıq. O bundan masterclass eləyirdi onunla. Ondan qabaq, 2 gün qabaq bizim mübahisəmiz olmuşdu. Mən də egoist, bu da egoist. Bürcümüz də idi. O da oxatladı, o da oxatladı. Mənə qayıtdı ki, Quliyev, özün də dilçisən, məndən yaşda biraz böyüdü axı. Amma biraz tələsirsən, dünyada Mario Del Monaco falan kimi müğənnilər var. Dedim, mən onları üzr maykasının rəngini də bilirəm, mən ağır getməyim. Dedim, nə olar, eybi yoxdur. Bir günlər həmin o şey olanda masterclass. O İtalyan buna Faust operasının ikinci aktın birinci səhnəsində ariyası var. Salut de mən de geste yapıyor. Oradan axırdakı do notunun pasajını məşq edirlər. Bu se devine le présent. Orada bir dənə yer var, oranı məşq edirlər. Oxudu o donu, maestro kömək elədi, bu donu göstərdi. Yuxarı notu, tenor üçün ən yüksək notdur. Qayıtdı ki, maestro tərcüməsi var idi. Maestro bu hansı operadır? Dedim, Lankəs müəllim, Faust operası, mən səndən 10 yaş balacağım. Faust operası, ikinci akt, birinci səhnə, birinci ariya. Salut de mən de geste yapıyor. Nədən? Elə adam tanımadığı insanın zəkasını, görmədiyin zəkaya qiymət verə bilməzsin. Burada yazılmayıb ki, bunu heç nə bilmir. Ben burada yazdım ki, bu heç nə bilmir. Tabii dingur danış, sonra danış. Neyse. Yani ki cəmiyyət özünlə məşğul, insanlar özlərlə məşğul olmalıdır. Gənclərlə bütün gün qırğınlar. Deyil. Görürəm, canlı yayında da görürəm. Rast gəldik. Canlıda olar göstərir. Yani en azından canlıda görürəm, demək ki, arxa planda daha böyük davalar olur yani. Yəni canlıya o yansıyır. Az qaram döyəm. Oxuyun. Oxuyun, abala oxuyun, abala oxuyun, abala belə olmaz. Bilə-bilə dərsin ortasında dünya musiqisindən zaten nəsə qoşuram ki, bunlar bir xəbəri olsun ki, qabaqlar Beatles deyilən bir qrupa var idi, qabaq olan idi. Opera nədir, musiqi nədir, simfoniya nədir, niyə? Yəni, sən bilən bilməyənə borcludur, mənim bir əskər yoldaşımın sözü var idi. Çalışıram, nəsə bölüşəm insanlar.